Peyğəmbərimiz sallallahu aleyhi və səlləm biz ümmətinə örnek olacaq çoxlu misallar verir. Bizdən öncəki olmuş bir qissa var. Yaşlı birisi vəsiyyət edir ki, mən öldüyüm zaman mənim cəsədimi yandırın, bir hissəsini havaya sovurun, bir hissəsini dəfn edin, bir hissəsini dənizə tökün. Və övladları deyir ki, belə olmazaq. Deyir, mən nə deyirəm onu eləyim. Allah Azza və Cəllənin yəni əzabından qorxduğu üçün bunu eləyir. Təbii ki, bilir ki, bizim ümmətdə Allah Rasul sallallahu aleyhi və səlləm yəni ancaq torpağa dəfn olunmaq əmri var. Yəni bu bizdən öncəki olmuş bir hadisədir, bu istisnadır. Və bunun mənasını anlatacağım. Və həmin qissədə adamı öldükdən sonra dedikləri kimi eləyir, vəsiyyətinə uyğun eləyir. Və Allah əmr edir ki, onun cəsədini toplayın. Və Allah ondan soruşur, ey qulum, sən bilmirsənmi ki, mən səni nütfədən yaradan Rəbbin səni yenidən xəlq etmə imkanına malik deyiləmmi? Ey Rəbbim, sən hər şeyə qadir bir Rəbbimsən. Mən bunu etdim ki, mən günahkar bir bəndəyəm. Bəlkə özüm öz cəzamı vermiş olaram bu dünyadaykən. Səndən həya etdim. Sən huzuruna bu şəkildə getməyi özümə rəva bilmədim, həya etdim. Və nə edir? Allah Azza və Cəllə deyir ki, onu əfv elədim. Baxın, biz də əslində yəni utanma duyğusunu itirməməyimiz lazım.